Səbəblər nə olursa olsun, düşünürəm ki, zibil yerlərinə hədiyyələrin atılması bu bir günahdır, olmaz bunu etmək. Ən azından bəyənmirsənsə, sən də onu kiməsə hədiyyə verə bilərsən, kimisə xoş edə bilərsən. Hətta küçədən keçən, yəni küçəni təmizləyən bir xanıma verə bilərsən bunu, onu xoş eləyə bilərsən. Əsas niyyət doğru olsun. Yəni sən kimisə xoş eləyirsənsə, onun özü bir savabdır. Və yaxud da ki, gün soğandan sonra onu zibilə atmaq da düzgün deyil. Bunun özü də bir gülə qarşı hörmətsizlikdir. Sənin bir insan olaraq, yəni bu bir belə deyim də vicdan məsələsidir. Yaxşı olardı ki, gülləri də ağacların dibinə və yaxud da ki, hansısa bir otluq ərazilərə ki, torpağa qarışsın, sonra mı zibilə getməsin. Və yaxud da ki, hansısa oyuncaqların atılması ilə də bağlı o qədər insanlar var, o qədər atılmış uşaqlar var, o qədər kimsəsiz insanlar var ki, uşaqlar var ki, qızlar var ki, o hədiyyələrə ehtiyacdılar, ehtiyacları var, möhtacdılar. Yəni belə deyim də, bu bir növ insaniyyətin ölməsidir, bu bir növ vicdansızlıqdır. Bunu etmək olmaz. Yaxşı olardı ki, yəni indi qarşı tərəf özü bilər hansı münasibətdədir, bu münasibətləri hansı səviyyədədir, onun hədiyyəsini qəbul edir, etmir, öz məsələsidir. Amma heç olmasa bunu zibilliklərə atmasınlar. Bu belə deyim də, hətta bir psixoloji bir məsələdir. Bu ciddi bir məsələdir. Bu aqressiyanın bu həddə gətirib çıxmasıdır ki, yəni insanlığın ölməsidir həm də. Tək bunu 8 Martla da əlaqələndirməyək, hansısa bir ciddiliklərlə də əlaqələndirməyək. Mən düşünürəm ki, insanlığı olan şəxs, vicdanı olan şəxs bunu ən azından zibil qabına atmaz. Yəni zibil yerlərinə atmaz. Onu başqa bir şəxsi xoş etmək üçün də istifadə etmək olar.